Bir də qısaca Ahmet, son olaraq bir də milli komandanın seçmə mərhələdə, daha doğrusu Millətlər Liqasında rəqibləri bəlli oldu və Litva ilə Liechtensteinin komandaları səhv etmirəmsə milli komandamıza rəqib oldu. Açığı püşkatma mərasimini izləyə-izləyə, o rəqiblərin püşkdən çıxanda görə-görə mən açıq utandım, xəcalət çəkdim. Çox ağır gəldi ki, biz haralara gəlib çıxdıq. Cəbəl Tariq, Litva. Demirəm, əvvəl biz olurduq Avropa çempionatında, dünya çempionatında. Amma ən azından buralarda da deyildik, Ahmet. Ən azından bizim hər seçmə mərhələdə biz deyəndə ki, əvvəlki dövr, bəzən bizi qınayanlar, sual verənlər olur ki, güya bizim köhnə futbolçularımız neyniyib, köhnə milli neyniyib. Ən azından hər seçmə mərhələdə bir güclü rəqib üzərində qələbələrimiz var idi. Bizim indi də xatırlaya bilərik Finlandiya üzərində qələbəmiz və o məsələn İsveçi biz məğlub etmişdik Bakıda. İsveç demək olar ki, bütün şanslarını itirmişdi, heç bir oyunun əhəmiyyəti daşımırdı. Amma bizim mən qeyd etdiyim qələbələrin hər birinin əhəmiyyəti var idi. Finlandiyanı məğlub etməklə həmin seçmə mərhələdən dünya çempionatına getməyinin qarşısını almışdıq. Türkiyəni məğlub etməklə Türkiyə çətinlik yaratmışdıq. Serbiya Çernogoriyası var, Slovakiyası var. Niyə elə Norveç-Boksun, Prasnevskinin vaxtında Çexiyana səfər bərabərliyi var, Norveçin evdə qələbə var. Kifayət qədər yaxşı qələbələrimiz, nailiyyətlərimiz var. Qurban Qurbanovun dönəmində biz Millətlər Liqasında qrup lideri olmağı son turda əldən vermişdik Kosovo səfərində. Yəni çox geriləmişik, çox dibə getmişik. Məncə tendensiya bundan sonra daha pisə doğru gedir. Elə qısa da deyəcək çox şey yoxdur. Qısa sən demişkən Litva və Liechtensteinlə eyni qrupdan mübarizə aparırıq. Yəni bu qrupu nə deyəsən? İndi yaxşı. Qrupda ikinci olsaq bizim üçün əla nəticədir. Nə deyim mən sənə? Yəni burada bir nəticə ola bilər də. Yəni başqa nə nəticə ola bilər ki? Ümid eləyək ki, bundan o tərəfə gedəcək yer yoxdur. Yəni həqiqətən də bundan o tərəfə, burada biz Litva ilə mübarizə aparacağıq böyük ehtimalla. Yəni ilk pillə uğrunda. Yəni səfərdə heç-heçə Bakıda ya da hansı rayonda. Bir onu bilirəm ki, Ayxan Abbasov Allah səbir versin. Milli tarixinin bəlkə də ən pis dönəmi də milli komandanın başına gətirilib. Son illər milli komandanın heyəti heç vaxtı bu qədər məhdud olmayıb. Hələ bir neçə futbolçularımız ki var Qarabağın hesabına falan. Nəyi nəzərdə tuturam? Legioner limitinin ləğvini. Legioner limitinin ləğvindən sonra millinin vəziyyəti daha da pisləşib. Yəni heyət seçimi, yəni bir halda ki, bugün Ayxan Abbasov Rəşad Sadovdan xahiş edir ki, Aydan Bayramovu qapıya qoysun, milli komandada oynadım. Biz buradan limiti ləğv etdik. Başa düşürəm mən sənə demək istəyirsən, mən sənə başa düşürəm. Həqiqətən də Ayxan müəllimin işi çox çətin olacaq futbolçu seçimi ilə bağlı. Söhbət Litva Liechtenstein məsələsindən gedir və ümumiyyətlə çox çətin dönəmdə gəlir. Amma nə olur olsun, Azərbaycan futbolu üçün bu qrupda ikinci olmaq qəbul edilməzdir. Mütləq. Burada yeganə ancaq qrup lideri olub. Yəni nə olur olsun, İkinci bir nəticə uğursuzluqdur. Mən sadəcə gələcək perspektivindən deyirəm ki, və Ayxan Abbasova da inanıram ki, milli komanda bu qrupda lider eləyəcəyəm. Məsəl üçün, bu şey harada oynayır bəs? Farer adaları, nə bileyim, Farer adaları əməlli başlı xal yığıb. Bir dənə də var idi. Cəbəl Tariq bizim yanımızdadır. Cəbəl Tariq o da deydədir. Yaxşı bir kollektiv qurmuşuq burada. Yaxşı bir dostlar tapmışıq özümüz üçün yeni. Təbii ki, bu gülüş sevindirici gülüş deyil, hamımız üçün ağırdır. Məncə futbolumuzun güzgüsü milli komandamızdır. Biz ən birinci İnşallah ki, milli komandamızda uğurlu nəticələr qazanar. Xanoğlan. Ümid eləyək, bizə ancaq ümid etmək qalır. Yaxın perspektivdə yaxşı nələrsə gözlənilmir, amma ümid edək. Məncə bu qədər. Milli komandaya gələndə söhbət sanki elə bir üzür məclisinə gəlmişsiniz. Elədir də. Əslində biz futbolumuza əslində milli komanda ilə başlamalıyıq. Amma təəssüf ki, söhbətimizə milli komanda ilə nöqtə qoyuruq. Ümid eləyək ki, yaxın gələcəkdə şərtlər dəyişər. Ümid eləyək. Ahmet, təşəkkür edirəm. Dəyməz. Çox sağ ol, xanım. Çox sağ ol. Mirsəd müəllim deyir, Fatihəni verin, duraq. Biz ümid eləyək ki, Fatihə ehtiyac olmaz, milli komanda dirilər. Təşəkkür edirəm, Ahmet. Həqiqətən xoş oldu. Minnətdaram sənə. Hər zaman səni burada görmək xoşdur. Çox sağ ol. Mənim üçün də inşallah ki, izləyənlərə hər kəsə təşəkkürümüzü bildiririk. Sağ ol.